anda bir kadın oğlu için kız aktarsın. Kadın kapıdan içeri girende görür ki buradan öne stol açılıbdır. Bu adet, bu israftır. O kapıya o kadınlar 2 dəfədə, 3 dəfədə, 5 dəfədə gələ bilər. Kızlarını oğlana yaraşdırıblarsa artık bunlar şirin çayını hazırlayırlar. Növbəti dəfə gətirib bir tek qaş üzüyüb bağlayırlar hər halda. Hərini bu kişi verib də. Bir kişi 100 dəfə hə deyir. Bir dəfə deyir şirin çay gətir. Sən də oradan buxçanı çıxart, kəlağayını götür. Üzüyünü tax ad oldu. Bu kişi növbəti dəfə çıxmalıdır, masa açmalıdır. Bu dəfə də 50 nəfər, 30 nəfər deyib 50 nəfər gəlir bir boy oğlan evdə. Nişan yersiz bir adətdir. Eltilər, qaynarvatları hamı yığıldı gəldi. O kız evinə baxır, gözünü süzdürür. Bu oğlan evinə baxır, gözünü süzdürür. Gəlinin də nişan paltarının hamıya aid deyə çoxsu, yarısı yoxdur. Nişanda mənə gələn xonçanın ikisi şəkərbura paxlava olsun, ikisi də badamburan o pesoqlu şaftaldan olsun. Qalanı paltardır. Bu paltarı mənə nişanlı vaxtı geyinməyə qoymursunuz. Çünki toydan sonra giyin. Bu mənim evimdə nə gəzir? Nişanı da ləğv edin, xonçanı da xınaya gətirin. Xına da toydan ən sonuncu adətdir. Buradan sonra toya keçirsən, paltar da dəbli qalır. Salam değerli izleyicilerim, kanalıma hoş geldiniz. Şairə Nazilə Səfərli toy adətlərindəki israfçılıqdan danışıb. O nişan mərasiminin ümumiyyətlə ləğv olunmasını istəyib.